Özgüvənli insan yoxsa narsist? Son zamanlar sosial mediada və seanslarda tez-tez eşitdiyim söz məhz budur. Narsist. Mən narsisəm, həyat yoldaşım narsistdir, valideynlərim narsistdir və s. və elə bir təəssürat yaranır ki, Azərbaycanın 70% narsistlərdən ibarətdir. Yəni xoşbəxtlikdən bu reallığı əks etdirmir. İstəyirəm ki, buna biraz aydınlıq gətirim. Özgüvənli olmaq, egoist olmaq və narsist olmaq tamamilə fərqli anlayışlardır. Özgüvənli olmaq özünə real olaraq güvənməyi bacarmaq, özün haqqında və başqaları haqqında düşünə bilmək və özünü heç kəsdən üstün görməmək deməkdir. Egoist olmaq isə sadəcə özün haqqında fikirləşmək deməkdir. Hansı yolla olursa olsun, öz xeyrin üçün nəyisə əldə etməkdir. Narsist isə sadəcə və sadəcə bir şəxsiyyət pozuntusudur və əgər siz özgüvənlə işləyirsinizsə, bu demək deyil ki, siz dərhal ya egoist olacaqsınız, ya da ki, narsist olacaqsınız. Narsist olmaq isə özünü hər kəsdən üstün görmək və özünü özgüvənli hiss etmək üçün daima başqalarını əzməyə ehtiyac duymaq deməkdir.